Bu da anamdan qalma güllərdən biridir. Yasəmən gülüdür. Və mənim indi aza qane olmağımın, təvazökar olmağımın səbəbi elə valideynlərimdir. Rəhmətli arvad bütün ömrü boyu mən ondan 40 il yanında ola ondan yeganə eşitdiyim o olub ki, istəklərindən, arzularından kaş bizim həyətdə də Yasəmən gülü olaydı. Əmim gilin həyətində var idi, hər dəfə dərirdik oradan. Və onun yeganə arzuladığı şey o idi ki, bizim həyətdə Yasəmən gülü olsun. Düzdür, özü sağlığında özü əkib bu gülü, gördü həyətində Yasəmən gülün olmağı. Sadəcə, yəni insanın arzusuna bax, deyir, sənə dünyaları, ulduzları belə versələr yetməz, gözün doymaz. Məni isə qane edər xoşbəxt olmaq üçün xudumani bir məkan. İndi şeiri tam tapıb deyə bilməsəm də məğzin çatdırdım. Adam var, yeri göyü verəsən, qane eləməz, sakitləşməz. İnsan da var ki, sevdiyi xudumani bir məkanda olanda hələ onun üçün xoşbəxtçilikdir vallahi.